Hər vaxtınız xeyir olsun, dəyərli izləyicilər. Həmişə olduğu kimi yenə də möhtəşəm bir mənzilə sizin qarşınızdayam. Nərimanovda yerləşir, geniş, gözəl, 4 otaqlı, tam hazır mənzil almaq istəyənlər bu evə mütləq baxsın, ondan sonra digər evləri nəzərdən keçirin. Dediyim kimi yeni təmirdir, təmirdən də sonra yaşayış olmayıb, mənzildə sizə lazım olan hər bir şey var. Hamısını göstərəcəm. Gəlin, vaxt itirmədən başlayaq mənzilin giriş hissəsindən. Deməli, bura bizim giriş qapımızdır. Daxil olduqda solda bu hissədə paltar asmaq üçün, əyləşmək üçün yer nəzərə alıb. Aşağı hissələr bunlar şkafdır. Sağ tərəfdə isə dresuarımız var, gözəl dekor yerləşdirilib. Arxa hissəsi venesiyankadır və işıqlandırmada lüstr, spotlar, gizli işıq, bura işıqlar. Yəni, mənzil ümumiyyətlə çox işıqlı mənzildir. Bu hissəmizdə isə şkaf yığılıb, divar içi dərinlikdə ideal səviyyədədir. Paltar, ayaqqabı, istənilən əşyazı tam rahat yerləşdirə bilərsiniz. Döşəmə qranitdir, üstü döşəmə ilə təchiz olunub. Mən sizə burada göstərim otaqların yerləşməsini. Buranı artıq gördünüz mənzilin qonaq otağıdır, yanında mətbəxi, orada bir yataq otağı, yanında çamaşırxana. Bu hissədə isə burada deməli sanitar qovşağımız, burada isə 2 yataq otağı yerləşir. Dizayna da uyğun gözəl tablolarımız yerləşdirilib və divarlarda dekorativ qumlu boyadan istifadə olunub, yəni adi divar kağızı və yaxud emulsiya deyil. Keçək, başlayaq gözəl, geniş qonaq otağımızdan. Kvadrat şəklindədir, yəni təxmini 35 kvadrat olar, yəni təxmini üçün nəzərə çatdırın, bəlkə biraz daha artıqdır. Görürsünüz, böyük ölçüdə mebellər yerləşdirilib tam olaraq və əlavə olaraq da boş ərazi kifayət qədər qalıb. Burada deməli 8 nəfərlik böyük masamız, divan, 2 ədəd kreslo bu hissədə, jurnalli, əlavə nə var? Döşəmə, parketdir, TV stand bu hissədədir, böyük ekran, televizorumuz yerləşdirilib, lepka daraqlar, arxası venesiyanka boyadır. 2 ədəd lüstrumuz var, işıqlandırmasında qonaq otağının istifadə olunub, spotlar, gizli işıq, hər bir şey var. Qonaq otağın bu hissəsində belə bir yer düzəldilib, aksesuarlar yerləşdirilmək üçün arxası güzgülü və bura işıqlar yerləşdirilib. Bu hissədə də venesiyankadan istifadə olunub. Dediyim kimi kifayət qədər genişdir, yəqin ki videodan da hiss olunur. Burada mənzilin eyvanına da çıxış var, kondisioner də qoyulub hazırdır. Pərdələr, yəni dediyim kimi tam hazır mənzildir, heç nə almırsınız. Köçüb yaşayırsınız, bu qədər. Keçək, mən sizə göstərim qonaq otağın yanında yerləşən mənzilin mətbəxini. Ümumiyyətlə mənzildə bütün otaqlar kifayət qədər genişdir. İnşallah gəlib canlı baxanda da şahid olacaqsınız. Buradan deməli daxil oluruq mətbəximizə. Yəqin ki ölçünü təsəvvür edirsiniz. Buranın da təxmini ölçüsünü deyim, 25 kvadrat, bəlkə də biraz daha artıqdır. Girişdə olan üstü döşəmə burada da davam etdirilib. Döşəmə qranitdir. Bu hissədə dairəvi 5 nəfərli masamız, 2 ədəd kreslo, arxa hissə belə gözəl yığılıb dekor ilə və burada deməli kondisioner qoyulub, əlavə olaraq yeni aksesuarlar qoymaq üçün şkaf da yığılıb. Əlavə nəyimiz var? Gözəl, geniş mətbəximiz. Mətbəx mebelimiz tam axıra kimi də yuxarı hissələrdə şkafdır, yəni kifayət qədər yer var, əşya yerləşdirmək üçün bütün texnikalar da var. 2 qaplı soyuducumuz, sobalar, qaz peçi, aspirator, paltar yuyan, qab yuyan, yəni qab yuyan buradadır, onu nəzərdə çatdırırım. Üstü sinəli mərmərdir. Bu hissədə televizorumuz yerləşdirilib, yəni arxa hissəsi də venesiyanka ilə işlənilib. Tavan hissəni ümumi olaraq göstərək, gözəl lüstrumuz, gizli işıq, spotlar, hər bir şey var. Yəni super mənzildir. Gəlin, vaxt itirməyək, digər yerləri mən sizə göstərim. Burada yerləşir mənzilin çamaşırxanası, yəni paltar yuyan, qurudan burada yerləşdirilib. Ayrıca olaraq digər evlərdəki kimi mətbəx mebelinin altında deyil. Ayrıca yer ayrılıb, şkaflar da yığılıb, içində paltarlarınızı yerləşdirə bilərsiniz. Burada yerləşir mənzilin uşaq otağı. Yəni uşaq otağı kimi nəzərə alınıb. 2 ədəd taxtımız yerləşdirilib, gözəl də rənglərdən istifadə olunub. Ümumilikdə bu hissədə deməli yazı masaları 2 ədəd, üst hissəsi buralarda şkafdır. Televizor qoyulub hazırdır, arxa hissəsi də gözəl şəkildə işlənilib kubqa ilə, eyni zamanda taxtların da arası, arxa tərəfi və bu hissədə şkafımız var. Buranı göstərim sizə.
Bu hissəyə əşyalarınızı yerləşdirmək üçün ümumi olaraq tavan hissəni də göstərək. Gözəl lüstrumuz var fərqli tərzdə. Yəni dediyim kimi işıqlı mənzildir. Qeyd etmişdim, döşəmə parketdir. Burada da yenə televizorumuz var. Aşağı hissəsi də şkafdır. Keçək. Digər otaqları göstərim sizə. Dediyim kimi mənzildə təmirdən sonra bir gün belə yaşayış olmayıb. Nə görürsünüzsə hamısı təzədir, istifadə olunmuyor. Burada yerləşir mənzilin ümumi sanitar qovşağı. Nəzərinizə çatdırım ki, mənzildə 3 sanitar qovşaq var. Bu ümumi olandır. Bu hissədə duş kabinimiz yığılıb. İçərisi də kifayət qədər genişdir. Divarçı unitaz, gözəl moydadır. Yəni bütün aksesuarlarla tam olaraq təchiz olunub. Burada isə yerləşir mənzilin yataq otaqları. Bura birinci yataq otağımızdır, yəni əsas yataq otağımız. Dediyim kimi otaqlarda gözəl rənglərdən istifadə olunub. Yəni insanı həm yormur, həm də zövq verir. Bura birinci əsas yataq otağımız. Taxtımız yerləşdirilib, yığılıb hazırdır. Arxa hissəsi də eyni ilə işlənilib. Dekor güzgülərdən istifadə olunub, gözəl təkli işıqlar. Burada make-upımız, televizor qoyulub hazırdır. Yenə aşağı hissələrdə şkafdır. Və burada nəyimiz var? Yataq otağın bu hissəsində yenə şkaf yığılıb. Bunların hamısını göstərirəm ki, yəni görəsiniz nə qədər yerimiz var. Bəzən yəni müştərilər biraz narahat olur əşya yerləşdirməklə bağlı. Ona görə göstərirəm hamısını. Və bu yataq otağın daxilində yerləşir ümumilikdə ikinci sanitar qovşağımız. Dediyim kimi 3 dənə sanitar qovşaq var. Gözəl, zövqlə yığılıb, maraqlı, teksturalı qranitlərdən seçilib ümumilikdə. Geniş duş kabinimiz moydadır. Yəni bütün aksesuarlar hamısı var. Keçək, buradan mən sizə göstərirəm növbəti yataq otağını, sonra mənzilin məlumatlarını və qiymətini nəzərinizə çatdıracağam. Bura isə ümumilikdə mənzilin 3-cü yataq otağıdır. Burada da hər bir şey var. Görürsünüz, taxtımız yığılıb, arxa hissəsi də gözəl şəkildə işlənilib. Digər yataq otağından rəng olaraq, yəni belə deyək, fərqlənir. Arxa hissəsi də gözəl işıqlardan istifadə olunub. Və bu yataq otağının da daxilində növbəti sanitar qovşağımız yerləşir. Oranı da göstərək. Ümumi olaraq, yəni mənzildə dediyim kimi bütün şərait var. Yoxdur. Heç nə almırsınız, sadəcə köçüb yaşayırsınız. Bütün mebel, texnika, hər bir şeylə təmin olunub. Bu yataq otağının da yenə eyni ilə bu hissəsində şkafımız yığılıb. Tavan hissəni də ümumi olaraq göstərək və keçək mənzilin məlumatlarına. Demişdim, videonun əvvəlində yerləşir Nərimanovda. Nərimanov metrosuna piyada yetişəcək məsafədədir. Yeni tikili binada, yeni təmirli və təmirdən də sonra yaşayış olmamış 4 otaqlı mənzildir. Ölçüsü 164 kvadratdır. Yerləşir 10-cu mərtəbədə. Gördüyünüz şəkildə satılır, yəni mənzildə nə var, hamısı qiymətə daxildir. Dediyim kimi 4 otaqlı mənzildir və mənzilin start olaraq qiyməti 720 min manat təyin olunub. Əlavə məlumat üçün göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.